Nəbi salam. Salam. Nəbi, səndən sonra gələn komanda yoldaşına nə demək istəyirsən? Demək istəyirəm ki, dərslərini yaxşı oxusun, futbolu yaxşı oynasın, məşqdə keçirilən tapşırıqları düzgün yerinə yetirsin və stadionda yaxşı oynayıb bircə komandaları udaq. Çox sağ ol. Salam Rab. Rab, səndən qabaq sənin komanda yoldaşının bir mesajı var. Onu sənə ilk növbədə demək istəyirəm. Deməli, səndən qabaq komanda yoldaşın qeyd etdi ki, ona dərslərində uğurlar arzulayıram. Daha çox çalışın özlərində, daha çox uğurlara nail olsun. Sən bəs səndən sonra gələn komanda yoldaşına nə demək istəyərdin? Ki o yaxşı oxusun, sağlam olsun, həmişə məşqlərə gəlsin və s. Oldu, çox sağ ol. Sağ ol. Kənan salam. Sağ ol. Kənan, səndən öncə gələn komanda yoldaşın sənə bir mesajı var, onu diqqətinə çatdırmaq istəyirəm. Qeyd etdi ki, ona dərslərində uğurlar arzulayıram, can sağlığı arzulayıram. Bəs səndən sonra gələn komanda yoldaşın üçün nə demək istəyirsən? Mən də o həmçini, yəni can sağlığı, dərslərdə uğurlar, futbolda da həmçini arzulara çatsın. Çox sağ ol. Nihat salam. Sağ ol. Nihat, səndən öncə məşqə gələn komanda yoldaşının sənə qısa bir mesajı var. Mesajda deyir ki, ona təhsilində uğurlar, idmançı həyatında uğurlar arzulayıram, can sağlığı, həvəsdən düşməsin, daim öz üzərində işləsin. Çox sağ olsun, var olsun. Mən də həyatımda uğurlar arzu edirəm. Çox sağ ol.